Hamınıza salam dostlar. Bugün sizlerle birlikte Clipper Agency'nin yeni videosuna hoş geldiniz. Bugün sizlerle birlikte sizin için 1 milyon pul yığmışam. Əslində bu bir hile değil. Əsldən yığmışam yani. Çox əziyyət çəkirəm. Gün boyu yəni bu oyunu oynayıram deyə bilərəm. 1 milyon pul yığmışam. İndi mən yorumlar gəlmir deyə, yəni videom az izlənir. Yorumlar gəlmir deyə hələ ki öz istədiyim maşını alıram. Məsələn, almaq istəyirəm. Bir maşın, bir xəritə alacağam. Super Diesel 4x4. Bunu satın almaq istəyirəm. Bir də burada hədiyyə var. Görək nə çıxır. Super Hill Climber. Yüksəltmək gəlir. Yenə qəşəng. O, uzay, qəşəng. Qəşəng çıxdı. İndi bir dənə də xəritə almaq istəyirəm. 150 minə mağara var. 200 minə acem birliyi var. Mars var. Mars çox belə bu maşın üçün uyğun deyil də. Çünki maşın belə üstü açıqdır, hündür maşın ona görə. Məncə buradan acemi birliyi alaq. Məncə daha qəşəngdir. Acemi birliyi. Görək bunun hədiyyəsi nə çıxır? Çakıl. Yüksəltmə mövcud. Traktör var. O, V6 qəşəng. V6, bir dənə V6 motorumuz oldu. İndi ilk maşınımızı oynayaq ilk yeni xəritədən. İlk bu maşını yüksəltmədən oynayacağam. Belə nəsə halını görmək istəyirəm da belə. Bütün xəritələrdə oynayacağam hələ. 200 xəritədə daha belə. Nəsə mənə yavaş hiss etdirdi. Bu görürsüz belə aşır. Buna həqiqətən süspansiyon lazımdır. Görürsüz benzin çox içir bu. Oy, benzin işte kurtardı. Oy, yavaş. İşte kurtardı ya. Bu ne de? Başka maşınların benzini inir. Bu içir. Kurtardı. Bunlar ne dalar? Bir düz ses çıxır. Heç buradan da bir çıxır. Buradan çıxsan sadece bir şey ola bilərsən. Aslan yox. Ay çıx da buradan. Yallah. Çıx. Oba. Bu xəritədə otoban kimi az verir benzini deyəsən. Ay sür. Sür çap. Düz qılaqıl gəlliyə benzin almağa. Burada da təkərlər var. Adam mıcıt eləyir. Çıx. Ay təkərlər nifrət eləyirəm sizdən. Təkərlər yüzündən qaldıq. Bax, o alta niyə girmirsən o aşağı? Yolladıq bunu. Yox. Maşının bir pis yanı var ki, maşın həqiqətən də benzini çox içir. Deməli o birisi xəritəyə də baxaq. Məsələn, hansı olar? Məsələn, super kırsalının ola bilər. Bax, bir görək nə tərdir burada. Burada yenə biraz qəşəng gedir. Çünki o xəritə biraz çətin xəritədir. Acemi birliyi, yəni belə baxanda. Çətin xəritədir. Amma belə xəritədə belə normal ya da normal aşağı səviyyə ola bilər də. Max. Ondan o yüzden olmaz. 300 mində pulum var. İndi həmən bu maşında ehtiyat hissələr alacağım. Görüm onda nətər olacaq. Buradan tez keç. Bura qırılacaq. Ay, tez. Deyirəm ki, tez keç də. Boynun qırılacaq. Boynun qırılacaq deyirəm. Neyse, indi biraz update verək. Yəni ehtiyat hissələr alaq. İndi hələ ki motordan verə bilərik. Motor parçaları. Yəni bir dənə ver. Lap bir dənə ver. Süspansiyon lazımdır. Yəni həqiqətən süspansiyon çox lazımdır. Təkər. Yaxşı ki bu yakıt var. Yakıt çünki benzin dəhşət çox içir. Buna da biraz verək. Və indi görək nətər olacaq. Yenə biraz yaxşı gelir. Yenə də biraz yaxşı gelir. Süspansiyonu da biraz da versə çox qəşəng olar. Bunu sonra video çəkəndən də sonra gedəcəm. Buna da biraz ehtiyat hissələr alacağım. Çox qəşəng olacaq.
Onsuz gələndən sonra biraz benzini qəşəng işlədir. Suspansiyon olanda belə maşının qabağı çox da qalxıb eləmir. Və biraz çox da qalxıb eləmir də. Bir az gördünüz belə oyza boyza qalxıb eləyirdi. 200 elmasımız olub evci. Amma buradan buranın heç mən keçə bilmirəm buranın. Bu samandır nədir? Otu keçə bilmirəm də mən də. Ot, bağ, otlar keçə bilmirəm. Deyəm. Aşağıda yolla. Sür get. Ay, çıx da. Niyə çıxmırsan? Çıxmır. Deyəm, o birisi xəritələrdə də baxaq görək nə tərdir. Baxaq, acemi birliyində də biraz sürək görək. 506 metrə qədər gəlmişik. Görüm 600 metrə qədər gələ biləcəyik. Görək. 600 metrə gələndə bayraq var. Bizə bonus şey verəcək. Adı nə idi? Pul. Money. Benzini biraz az içerildi. Yox, gördünüz, indi qutarırdı benzin. Yarıya işlədir. Yaşayın işlədir. Buradan çıx. Buradan güclə çıxırdı. İndi daha yaxşı çıxırdı. Bax, o təkər, indi yadıma düşdü o təkərlərdən. İfrat edirəm o təkərlərdən. Zəhləm gedir bunlardan. Oha, keçdik təkərləri. Qəşəng. Təkərləri keçdiksə, oradan gərək tez keçməlisən. Yavaş gedən maşınla bəlkə də oradan keçmək imkansıza yaxındır. Buradan o 17.000 səviyyə bonusu. Bu nədir? Bu kirli su mudur, nədir? Deyəsən betondur, o indən beton. Yox, sudur. Su. Neyse, sular üzündən yavaşladıq, benzin qutarır. İndi görək o birisi səviyyə bonusuna çata bilirik, o birisi bayrağa. Və çata biləcəyik. 17.000 versə yağın bu səviyyə bonusuna bir 25.000, 23.000 yad verər də yəqin. Görək, çıx. Bura hərbidir bura. Hərbi yerin oxşayır. Asıya bonusunu çatdıq. Aldım benzini. Az qala qutarırdı, uduzurdu. Benzinə biraz da vermək lazımdır. Çünki çox tez qutarır biraz da. Yenə o birisinə baxmış, təsərrüflü işlədir. Səmərəli işlədir benzini. 3. Gedirik. Deyəm. Yolla. Uçduq. 1200 metrə çatdıq. Buradan biz çıxa biləcəyik ki, bura çox çətindir. Bura çıxmaq. Bura nətər çıxacam mən? Yox, imkanı yox. Bura çıxa bilmir. Başqa xəritələrdən də baxaq. Məsələn, çöl xəritəsi də var, kırsal da var. Bu, məsələn, ücretsiz deneme 5'dir. Bu nədir? Elə bununla neynir? Da elə, neynəmək? Çöl xəritəsinə baxaq, bu nədir? Burada düşük çəkim, tork artırma, orman. Görək burada nətərdir? İndi burada nətər performans verəcək? 1800 metre görək sürə bilərik. Baxaq. Deyəm biraz, yox, birinci belə halıyla baxaq, sonra update verərəm. Ehtiyat hissələri var. Görün birinci belələrdə, etkinliklərdə, məsələn, ağaclar tərəfindən nə problem var? Süspansiyonunda mı, peridokunda mı, nə bilim, benzin saxlamadadır mı, onu deyirəm. Bu çöl xəritəsi acemi birliyi xəritəsindən qat-qat asandır məncə. Çünki burada həm benzin tez verir, görürsünüz, 2 dəqiqədə 10-15 saniyədən bir benzini verir. Amma orada bəlkə 30 saniyədən bir verir benzini. O qəşəng gedir ha bu. Qəşəng gedir. Çox da problem yaşamır. Amma problem yaşayırıq, amma çox da yox da. Sür. Benzini aldıq. Deməli, bu elması da alaq. Elması qaçırmaram. Mən elması orada qoymaram. Ömər heç vaxt orada elması qoymaz.
Ya da Ömer həmişə elmas orada qoyar. Çünki ala bilmədim də. Başım çıxa bilmirdi oradan. Oo, aldıq. Bu ağaclar da ki, bu ağac xəritəsində, orman xəritəsində yaxşı maşınlar var. Məsələn, yaxşı keçməli maşınlar. İndi onları göstərərəm. 30 metr. Benzin al tez. Ha, aldıq. 1800 metr sürdür. Ay, 1800'ü mən nə tər sürürəm Allah. 1800 çoxdur. 2 dənə təkərinə vermək istəyirəm bunu. Təkər daha da yol tutuşu olsun. Sonra video dışı da video çəkəndən sonra da yenə şey eləyəcəm. Buna ehtiyat hissələri alacağım. Xoşum gəlməsə. Belə maşınlar xoşuma gəlir. Ay, çıx. Benzinə də vermək lazımdır. Benzin az işləsin. Müthiş havada kalma süresi. Köhnə versiya məncə daha qəşəng olur. Biraz köhnə. Uç. Buradan deyəsən çıxa bilməyəcəyik. O təkərin altındakı maşın, təkərin altındakı da getdi. İndi qəşəng. Çıx. Bu ağac var. Yapışıb elə bil. Bir betonla yapışdırıblar. Heç çıxmır. Bax, buna həqiqətən təkər lazımdır. Təkər tutuşu. Yəni yol tutuşu. Oldu. Benzinini də qutardı. Aynə təkrar başlası. Çıx. Birinci. Bu ən yaxşı meşəli xəritələrdə bu qəşəng şeydir. Çünki bu hippi karavan. Gələn videoda da bunu alaram. Yoxlayarıq. Eləmi? Hippi karavan belə deyir ki, hippi karavanda yakıt boldur. Ancaq təkərlər sönə bilir. Bu ağac dostları ağacların etrafına nasıl dolanacaqlarını da iyi bilir. Bu maşını gördünüzsə, belə ağacları əzirdi, orada burada tıxanırdı. Bu heç ağacların böhründən keçir ki, yəni bu heç böhründən keçir də. Bu meşəli xəritələrdə qəşəngdir. İndi buna da biraz ehtiyat hissələri alaq, deməli. Təkərə bir dənə də verək, təkərə. Süspansiyonu bir dənə də verək, bir də yakıta. Bu qədər. Yəni bunları biliyorsunuz. Getdik. İndi qəşəngdir. Yeni şey oldu da. Neyse. Görək nə tər olacaq. 233 elmasımız var ya. Ay, az qala ölmüşdük. Bu ağaçlardakı adamı şeyliydi, əsəbləşdirir. Ay, öləcəydik, öldü elə. Yəni öldük də, görək. Videomuz bu qədər idi, uşaqlar. İndi gələn videoda hansı xəritəni almaq istədiyinizi də deyərsiniz. Hansı xəritəni alın. Biraz ucuz xəritədən olsun. 1 milyondan aşağı olsun. Hansı xəritəni almaq istədiyinizi deyərsiniz. Hansı maşını da almaq istədiyinizi deyərsiniz. Əgər yorumlar yeni olmasa, mən bu hippi karavanı alacağım. Eləmi? Hippi karavanla da yeni bir iki dənə xəritə alarıq. Sağ olun, salamat qalın.